Salam uşaqlar, bugün 6 apreldir və buraxılış imtahanı deməli şəklini atdılar. Gəlin onları işləyək. Tak, dinləmə yoxdur. Onda biz 7-ci sualdan başlayaq. Çünki 6-ya qədər burada dinləməyə aiddir, onu bilmədim. Həmi də tapa bilmədim də, belə deyək. Так, 7-ci sualımız. Дополните логический ряд. Burada deməli lisey, şkola, kollec. Çox asandır burada. Əlbəttə ki, gimnaziyadır. Çünki burada dom evdir, stadiondur, biblioteka kitabxanadır, kitabda, knigada kitabdır. Ona görə də biz B-ni götürürük. Так, 8-də. Укажите синоним слова красиво. Красиво, yəni gözəl. Başqa cür necə deyə bilərik? Əlbəttə ki, прекрасно deyə bilərik biz. Çünki успешно, məsələn, uğurla da belə deyək. Mraçna, məsələn, qəmgin, trevojna, narahat edici, честно, yəni dürüst, səmimi deməkdir. Ona görə də уже düz gəlmir burada. Tak, və 9-cu, gəlin suala baxaq burada. 9-da. Слово «веселые» отвечает на вопрос. Веселые, şən deməkdir. Какие веселые? Çünki burada cəmdədir uşaqlar. Və A variantı burada düzdür. Так, burada A variantı düzdür. Какие? Дальше. Так, дальше. 10-й вопрос. 10-cu sual. У меня было времени для объявления. Yəni burada da uşaqlar hansını seçməliyik? Biz у меня было düzgün gələn. Немного времени для составления объявления. Çünki qalanları tam düz gəlmir. Yəni у меня было лучше времени deyə bilmərik. Məsələn, большие deyə bilmərik, небольшой deyə bilmərik, меньше времени deyə bilərik, amma уже решение объявления. Çünki elan da объявление. Yəni bir məsələ olsaydı, bəli. Amma burada elandan söhbət gedir. Yəni elan tərtib etmək üçün az vaxtım var idi deyə bu şəkildə olar. Ona görə də biz burada onda B variantını seçirik. Так, B variantını seçirik. Немного və составление. У меня было немного времени для составления объявления. Belə. 11-də написание и произношение какого слова совпадает? Yəni yazılışı və tələffüzü eyni olan. Əlbəttə ki, burada zakon sözü, yəni necə də deyilir, elə də yazılır. Çünki четверг deyirsə, четверг, görürsünüz ki, axırda G yox, K eşidilir. Moroz deyəndə S eşidilir. Олень deyəndə A kimi oxunur da burada. Yəni yazırsan олень, amma deyəndə, tələffüz edəndə олень. Avtomobil deyəndə, avtomobil deyə yazırsan, amma F kimi eşidilir, avtomobil deyə. Ona görə də biz A-nı seçirik. 12-də. В каком ряду выделенные слова употреблены в переносном значении? Переносный, yəni məcazi mənada. Hansı sözlərdir? Söz birləşmələri. Глубокий сон, глубокое чувство. Yəni dərin yuxu, dərin hisslər deyiriksə, əlbəttə ki, A variantıdır. Çünki тяжелый воздух, ağır bir hava və ağır bir çanta, тяжелый рюкзак. Уже тяжелый рюкзак, əlbəttə ki, прямом значении on gəlmir. Железный гвоздь, уже dəmir mismar görürsən, amma железное здоровье, bəli, burada уже переносном значении, dəmir sağlamlıqda belə. Burada da холодное сердце, soyuq ürək var, amma холодный çay burada прямойdir, soyuq çay. Eynən stеклянный взгляд, məsələn, belə deyirlər də, elə bir şüşə kimi bir baxışı var da, belə. Ya, stеклянная vazа, məsələn, уже burada прямой значениyadır. Ona görə də biz A-nı seçirik. Tak, 13-də. Tak, 13-də, gəlin baxaq. 13. Burada 13-də də deyir ki, выберите правильный ответ. Gəlin baxaq burada. В наши дни на русском языке говорят более 150 миллионов человек в разных странах мира. Deməli, bizdə Y variantı düzgün oldu. Bu günlərdə dünyanın müxtəlif ölkələrində 150 milyondan çox insan rus dilində danışır. Так, 14-də выберите правильный ответ. Düzgün variant seçək. Раньше мне
Nравились detektivi, ya часто их читал. Burada уже keçmiş zaman dağı verilibdir. Раньше, keçmiş. Əvvəllər, yəni mən detektivləri xoşlayırdım, onları tez-tez oxuyurdum. Belə. Дальше, 15. Укажите логически верный ответ. Burada da gəlin baxaq. Так, ага. Укажите логически верный ответ. Это учреждение работает каждый день, кроме воскресенья с 9:00 до 18 часов. Yani deyir ki, bu müəssisə bazar günü istisna olmaqla hər gün saat 9-dan 18-ə dək işləyir. Və biz də seçməliyik. Deməli, əlbəttə ki, bildik ki, bazar günü bircə işləmir, qalan 6 gün işləyir. Deməli, это учреждение работает 6 дней в неделю. Həftədə 6 gün işləyir. Дальше. Так, 16-da. Составьте текst. Burada deməli düzgün şəkildə mətni tərtib etməliyik. Gəlin baxaq. Onlar necə? Birinci. Амиров внес огромный вклад в музыкальное искусство нашей страны. Он написал первую национальную лирико-психологическую оперу «Севиль». Дальше. Всенародную популярность завоевал балет композитора «Тысяча и одна ночь». И так, за его создание он получил gосударственную премию. Deməli, Əmirov ölkəmizin musiqi sənətinə böyük töhfə vermişdir. Sonra o ilk milli lirik psixoloji opera olan Sevil'i yazmışdır. Bəstəkarın 1001 gecə baleti ümumxalq məhəbbəti qazanmışdır. Bu əsərə görə o dövlət mükafatına layiq görülmüşdür. Deməli, D variantı bizdə düzdür. Дальше, 17. Укажите verное объяснение slova. Düzgün şəkildə, deməli, mənasını düzgün izahı verilmiş sözü tapmalıyıq. Oazis, место пустыни, где нет растений и воды. Bu düzgün deyil. Yəni, oazis səhrada olan bir yer, amma suyun yanında da, belə deyək. Участок растительности в пустыне обычно расположено около воды. Deməli, bu düz deyil. Дальше. Bunu biraz yuxarı. Bu düz deyil. Tradisiya to, что перешло от одного поколения к другому. Deməli, tradisiya nədir? Bir nəsildən bir nəsilə keçir. Düzdürmü? Bəli, bu düzdür. Дальше. Конверт, большая почтовая посылка. Bu bağlama deyil, zərfdir, düzdürmü? Məktub üçündür. Konvert zərfdir, yəni пакетик из бумаги для письма. Аксиома. Аксиома nədir? Положение, которое нуждается в доказательстве. Нет. Аксиома это положение, принимаемое без доказательства. Bu da düz deyil. Auditoriya, место для продажи книг. Yox. Auditoriya, помещение для чтения лекций. Deməli, bizdə 17-də B variantı düzdür. Все. İndi keçək növbəti bizim 18-ci deməli sualımıza. Так, продолжим. 18-də deməli, сколько слов сочетается со словом скульптор? Neçə söz deyir ki, heykəltaraş sözü ilə, yəni uyğun gəlir. Gəlin baxaq. İzvesni skulptor da, yəni talantlı, izvesni, yəni məşhur bir heykəltaraş, düzdürmü? Deyə bilərik. Talantlı, yəni istedadlı deyə bilərik, əlbəttə ki, maladoy, cavan deyə bilərik, veliki, dahi deyə bilərik. Deməli, burada 4 söz gəlirsə, onda C variantı uyğundur. 19-da выберите правильный ответ. Sonluqları. Олимпийский чемпион рассказал детям о чем? О своих победах. О своих победах. Burada B variantıdır. Yəni, olimpiya çempionu uşaqlara qələbələrindən danışdı. Nə haqda danışdı? Kimə danışdı? Deməli, uşaqlara da. Deməli, öz qələbələrindən, belə deyə də, qələbələrindən o haqda danışıb da, yəni o şəkildə. Deməli, biz 19-da B variantını seçirik. 20-də ответьте на вопрос. Burada sualdır. Кому ты обещал принести новые книги? Sən kimə deyir ki, kitabları gətirəcəyini söz verdin? Kimə? Öz dostlarıma. Кому? Deyirik burada sual. Кому? Своим друзьям.
C variantıdır. 21. Укажите антоним к слову сильный. Antonim əks mənası сильный, güclüdür. Əlbəttə ki, zəif deyə biz əks mənasını tapırıq. Слабый. D variantıdır. Дальше. В каких словах пропущена одна и та же буква? Gəlin baxaq. Увлечение, əlbəttə ki, E. Веселье, E. Земля, burada E'dir. Лицо, İ'dir. Деревья, E. Грибы, И. Моря, О. Так. Старик, A. Qara, O. Və valna, O. Deməli, 1 və 5. Bu da D variantı edir. Aha. Keçək indi bizim mətnimizə. Burada mətnimiz var. Gəlin onu da deməli bunu silim mən və keçək. Oxuyuram və tərcümə edirəm uşaqlar. Ki sonra qalan testləri biz işləməliyik də onları. Так. Древнее набатейское государство существовало в 3 веке до нашей эры. Ənənəvi Nabatey dövləti 3-cü əsrdə mövcud olubdu. Qədim, yəni də qədim Nabatey dövləti 3-cü əsrdə mövcud olubdu. Оно было образовано группой арабских племен Nabateyami. Bu dövlətin əsasını ərəb tayfalarından olan Nabateyalar qoymuşdu. Столица этого государства была Петра. Bu dövlətin paytaxtı Petra idi. В переводе с греческого языка Петра означает скала. Yunan dilindən tərcümədə Petra dağ mənasını verir. Народ Набатей вокруг горы построил в скалах дома из красного камня. Deməli, xalq, yəni Nabateyan xalqı dağların ətrafında qırmızı daşlardan evlər tikmişdi. В зависимости от попадания света меняет цвет камней в постройках. Deməli, deyir ki, işığın daşlara düşməsindən asılı olaraq daşların rəngi dəyişirdi. Благодаря этой особенности сегодня город называют розовой жемчужиной. Yəni, bu xüsusiyyətə görə də bugün də şəhəri çəhrayı inci adlandırırlar. Петра, как столица Набатеи, процветала во многом благодаря удачному расположению и оригинальным видам построек. Petra Nabateya paytaxtı olaraq çoxlu, deməli, belə deyək də, Petra Nabateya deməli paytaxtı olaraq çoxlu sayda ticarət yollarının keçdiyi yer olduğu üçün çox inkişaf etmişdi. Город был главным торговым центром, şəhər əsas ticarət mərkəzi idi. Он находился на пересечении двух важных торговых путей, идущих через пустыню. Deməli, o şərqdə gedən dəniz yollarının kəsişməsində yerləşirdi. Путешественники часто останавливались здесь для отдыха. Səyahətçilər tez-tez burada dincəlirdilər. Но постепенно после открытия морских путей на восток число торговцев, идущих через Петру, уменьшилось. Amma deyir ki, deməli, lakin şərqə gedən dəniz yollarının açılması ilə ticarətçilərin sayı azaldı. Уменьшилось. Город был оставлен жителями, а затем и забыт, так что его даже не было на kартах. Deyir ki, şəhər sakinləri buranı tərk etdi və sonra belə unuduldu ki, hətta xəritədə belə onun adını görmək mümkün değildi. Позже он затерялся в песках, sonra ise qumda itdi. Сейчас эта местность находится на территории Иордании. İndi də bu yer Иордания ərazisində yerləşir. В 1812 году Петра была случайно обнаружена швейцарским исследователем и путешественником Иоганном Burckhardt'dan. Deməli, 1812-ci ildə Petra təsadüfən İsveçli tədqiqatçı və səyahətçi Johann Burckhardt tərəfindən kəşf edildiyi. В 2007 году этот город признали новым чудом света. 2007-ci ildə isə bu şəhər yeni bir dünya möcüzəsi olaraq tanındı. Сейчас Петра археологический заповедник и muzey под открытым небом. İndi Petra arxeoloji qoruq və açıq səma altında muzey kimi fəaliyyət göstərir. Миллионы туристов приезжают сюда, чтобы увидеть это чудо своими глазами. Deyir ki, hər il milyonlara turist burada bu möcüzəni öz gözləri ilə görmək üçün gəlirlər yəni. Так.
İndi suallarımız. 23-cü sual belədir. Дополните предложение информации из текста. Древний город называют розовой жемчужиной, потому что nəyə görə onu çəhrayı, deməli şəhər inci adlandırırlar. Əlbəttə ki, çünki o daşlardan da tikilmişdi, ona görə deməli C variantı. Так, G варианты. Камни в построенных домах меняют цвет. G варианты. 24. Укажите правильный ответ на вопрос. Что произошло в начале 19 века? 19-cu əsrin əvvəlində nə olubdu? Orada yazılmışdı ki 1800 gəlin baxaq. Dəqiq. 1812 ildə Petra была случайно обнаружена швейцарским исследователем. Yəni tədqiqatçı tapıbdı da 1812, yəni bu 19-cu əsrin əvvəlləridir də. Onu istəyir ki bizdən. Biz də əlbəttə ki deyirik ki был обнаружен город Петра. A variantıdır. 25-də укажите основную мысль текста. Əsas ideya söhbət nədən gedir? Əlbəttə ki tarixindən gedir də. Bu qədim şəhərin Petra şəhərindən əlbəttə ki E variantıdır. 26-da какое утверждение не соответствует содержанию текста. Yəni deyir ki hansı aid düzgün, yəni mətnə uyğun deyil. Əlbəttə ki burada gəlin baxaq. Так. Столица древней Набатейской была город Петра. Bu düzdür. Так. Ondan sonra дома в Петре были построены в скалах. Düzdür. Число торговцев в Петре увеличилось после открытия восточных морских путей. Не увеличилось, а уменьшилось. Ona görə də burada C'dir. Burada çoxaldı yazılıb, amma mətndə azaldı deyə oxuduqda təcirlərin gəlməyə, getməyə. Ona görə biz C-ni seçirik. Dəlşi. 27-də. Так, 27-də. Выпишите из первого абзаца текста синоним слова старинный. Старинный deyiriksə, əlbəttə ki, древний deyə biz yaza bilərik burada. Старинный, yəni qədim deyiriksə, древний deyə mətndə var. Так, дальше. 28. Выпишите из третьего абзаца текста слово, которое означает все необычное, что вызывает удивление. Yəni, təəccüb doğuran bütün qeyri-adi şeylər nədir? Möcüzədir. Əlbəttə ki, biz çuda deyə yazırıq. Çuda. Üçüncü, deməli, абзацda var. 29-da дополните предложение информации из текста, заменив в ответе не менее двух слов. Deməli, bizdə gəlin baxaq. Так, 3-də. Aha. Deməli, burada yazılıb ki, mətni heç olmasa, belə deyək də, iki söz orada, yəni strukturun dəyişməlidir də belə. Не менее двух слов. Петра, как столица Набаты, процветала. Так, процветала. Görürsünüzmü? Bax, burada yazılıb. Петра, как столица Набаты, процветала во многом благодаря удачному расположению и оригинальным видам построек. Bax, bu cümlədir. İndi bunu dəyişmək lazımdır da bizə. Yəni deyir ki, burada dediyim kimi də Petra, tak, qoy tam dəqiq deyim ki sizə. Deməli, Petra şəhəri, как stolica Nabateyanın, yəni Petra Nabateyan paytaxtı olaraq çoxlu sayda ticarət yollarının keçdiyi yer olduğu üçün çox inkişaf etmişdir də belə. İndi bizdə onu necə yazaq? Onu biz bu şəkildə də yaza bilərik. Petra, как столица Набаты, процветала благодаря выгодному положению и необычным сооружениям deyən, yəni əlverişli yerləşmə və qeyri-adi tikintilərə görə də belə deyək. Deməli, 29 uşaqlar komment şərh bölməsində yazacağım. Çünki burada yazmaq alınmır. Və 30-da ответьте на вопрос, выразив свое мнение не менее чем в 3 предложениях. 3 cümlədən deməli belə sual veriblər. Любите ли вы путешествовать и почему? Yəni, burada belə bir deməli açıq sualdır. Özümüz yazmalıyıq da. Heç olmasa 3 cümlə belə deyək də yazaq. Deyir ki, səyahət etməyi sevirsiniz və niyə deyə, почему deyə söz yazılıbdır. Necə yaza bilərik? Məsələn, yaza bilərik ki, bəli, mən səyahət etməyi çox sevirəm. Çünki bu yeni
mədəniyyətləri və məsələn ənənələri öyrənmə imkanı verir. Məsələn, düzdürmü? Səyahətlər məsələn insanın dünya görüşünü genişləndirir və həyatı daha məsələn rəngarəng və maraqlı məsələn edir. Bundan sonra məsələn bu istirahət etmək və ilham almaq üçün, yəni əla bir belə deyək də bir şansdır, bir yoldur, belə deyək. Və onu biz deməli rus dilində də yazmalıyıq. Məsələn, да, я очень люблю путешествовать, потому что это дает возможность узнать новые культуры и традиции. مثلا, путешествия расширяют кругозор, делают жизнь более яркой и насыщенной. Кроме этого, это отличный способ отдохнуть и nabratsa vdохновения. Bax, bu şəkildə uşaqlar biz yaza bilərik. Onu da komment, deməli, şərh bölməsində mən yazaram. 29 və 30-cu sualları. Yəni, çünki burada yazmaq uşaqlar biraz çətindir. Belə, hamıya uğurlar arzuluyuram uşaqlar. Gözəl xəbərlərlə, yəni, sizi gözləyirəm. Sağ olun, görüşərik.